Bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bugün Azərbaycan bayrağı dalğalanır. Bu böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya Azərbaycanlıları bu zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Biz bu torpaqların sahibləri qrup yaradırıq. O cümlədən Xankəndi şəhərində, Xocalıda, digər işğaldan azad edilmiş ərazilərdə geniş qurucuq abadlı işləri aparılır. Bu stadion cəmi 2 ay ərzində demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir edilmişdir. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı.